Bir Müslümanın xaçpərəstlərin yeni il bayramında onlarla birlikte eğlenmesi ve onlarla birlikte hemin bayramı qeyd etmesi, onların sevincine şərik olması haramdır. Bu din izzətli bir dindir. Müslüman da öz diniyle izzətlidir. Ona yaraşmaz ki Allah'a en çirkin vəsf eden, Allah'a en çirkin vəsfləri isnad eden kafirleri özüne dost tutsun ve onlarla birlikte bayram etsin. Allah-u Teala bizim için bu dini kamil etmiştir. Necə ki buyurur ki: "El-yevme ekmeltu lekum dinakum ve etmemtu aleykum ni'meti ve raditu lekumul İslam dine." Ben bugün sizin dininizi kamilleştirdim ve nimetimi sizin için tamamladım ve İslam dininden sizin için razı olarak sizin için razı kaldım. İslam dinini sizin için din olarak razı kaldım. Möhtərəm Müslümanlar, şəriətin dəlillərinə baxdıqda iki mühüm məsələ görürük. Onlardan birincisi kafirlərə müxalif olmağın əmr olunması. Kafirlərə müxalif olmağın əmr olunması. İkincisi onlara xas olan işlərdə onlara bənzəməyin qadağan olunması. Birincisi kafirlərə müxalif olmağın əmr olunması bizdən əməl tələb edir. Əməlimizlə onlara müxalif olmalıyıq. Və həmçinin onlara xas olan şeylərdə onlara bənzəməkdən çəkinmək bizdən tərki tələb edir. Yəni tərk etməliyik onlara bənzər şeyləri, onlara bizi bənzətən şeyləri tərk etməliyik.